Salam dəyərli izləyicilər. Bugün son vaxtlar geniş müzakirə olunan bir mövzuda Azərbaycan dili, Azərbaycan dili ilə bağlı problemlər, dilimizin qorunması məsələsi ilə bağlı danışacağıq. Bu məsələ xüsusən də Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yığıncağında bu məsələyə toxunması, dilin qorunmasının vacibliyi ilə bağlı fikirlər səsləndirməsindən sonra daha da aktuallaşıb. Bu mövzunu Milli Elmlər Akademiyasının Nəsim Əbdən Dilçi İnstitutunun direktorunun elmi işlər üzrə müavini Baba Məhərrəmli və Ulduz jurnalının baş redaktoru, əməkdar jurnalist tanınmış şair Qulu Ağsəslə müzakirə edəcəyik. Baba müəllim, istədim sizdən başlayaq və ümumiyyətlə birinci sualımı onunla bağlıdır ki, bugün Azərbaycan dili ilə bağlı problemləri ümumi sıralasaq, ən qabarıq və ilk növbədə həllini tələb edən problemlərdən danışsaq, bu sırada hansıları qeyd edə bilərik? Təşəkkür edirəm. Dil məsələsi çox həssas bir məsələdir. Çünki bir müstəqil dövlətdən danışırıq. Çox şükürlər olsun ki, hal-hazırda 200-ə yaxın dövlət dili var və Azərbaycan dili də bu dillər sırasındadır. Və dövlətimiz tərəfindən kifayət qədər fundamental qanunlar, sərəncamlar, fərmanlar verilib indiyə qədər müstəqillik dönəmimizdə. Ancaq təəssüf ki, bəzən biz müşahidə edirik, istər televiziya ekranlarından, sonra reklam və afişaların dilinə baxanda bəzi nöqsanları görürük, müşahidə edirik. Aparıcıların nitqində bəzi yad kəlmələr yerli yersiz işlədilir və cənab Prezidentin həqiqətən Akademiyanın 80 illik yubileyində çıxışı çox aktuallıq kəsb eləyir və dövlət başçısının dilimizə olan qayğısını, diqqətini bir daha ortaya qoyur ki, ali rəhbərlik səviyyəsində dilimizə bu cür həssas münasibət var və dil problemləri müxtəlif sahələrdədir. Yəni bunu sıralasaq, yəni tərcümə məsələsindən tutmuş, iaşə obyektlərinin adlarında, restoran və kafelerin adlarında, şadlıq saraylarının adlarında, hətta inanırsınız bəzən şəxs adlarının qoyulmasında belə biz dilçi institutu olaraq müəyyən problemlərlə qarşılaşırıq. Məsələn, Asan Xidmətdən bəzən bizə müraciət olur, şəxs adları. Baxırıq, Avropa mənşəli valideynlər sanki dildə də bir dəbə qaçaraq yeri gəldi, gəlmədi, Avropa mənşəli adlar üstünlük verirlər. Və yaxud deyək ki, aparıcıların nitqində nəyi müşahidə edir son zamanlar? Türkiyə türkcəsinin hətta qrammatik formalarını dilimizə süni olaraq gətirirlər. Bildiyimiz kimi tariximizə ekskursiya eləsək, hələ 100 il bundan öncə milli mətbuatımızda Yusif Vəzir Çəməzəminli, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə və digər yazarlarımız o zaman ana dili məsələsini bir mücadilə şəklində irəli sürmüşdülər. O vaxt mücadilə, ana dil, ədəbi dil məsələsi bir mücadilə hərəkatına çevrilmişdi. Sanki ana dil məsələsi o zamanlarda, bu indiki kimi problem idi. Ancaq biz indi müstəqilik, şükürlər olsun. Və dövlət dili səviyyəsində dilimiz qorunmalıdır. Xüsusilə cənab Prezidentin qeyd elədiyi kimi ədəbi dil, yəni ədəbi dil, dilimizin saflığı. Cənab Prezident qeyd elədi ki, hər bir vətəndaşımız Azərbaycan ədəbi dilinin saflığını qorumalıdır və əgər biz bir xalq kimi, millət kimi dilimizin saflığını qorumasaq, milli kimliyimiz sarsıla bilər. Həqiqətən də belədir. Çünki dil millətin genetik kodudur, yaddaşıdır, qan yaddaşıdır və tək dilçilər yox, bütün ziyalılarımız və hər bir sadə vətəndaşımız ana dilinə həssas yanaşmalıdır və dil məsələsində o milli hisslərlə dil məsələsinə yanaşmalıdır. Və bu bizi düşündürür, görürük, müşahidə edirik. Məsələn, bayaq qeyd elədim, türk dilinin, aparıcıların dilində mən türk dilinin qrammatik formalarının süni şəkildə gəlməsini müşahidə edirəm. Məsələn, gəlib də gedib də bu formaları istifadə olunur və yaxud hətta uşaqlarımız baxır televiziyaya, gənclərimiz falan deyir filan yerinə və digər yerinə digər şəklində orfoepik normalar pozulur. Ədəbi dilin bilirik ki, normaları var. Fonetik, leksik, qrammatik, dövlət dili haqqında qanunda da var. 2002-ci il 30 sentyabr ümumi lider heyətlər tərəfindən belə bir mükəmməl bir qanun, fərman imzalanır ki, bu qanunda qeyd olunur ki, dövlət dili normaları istər hüquqi şəxslər tərəfindən, istər fiziki şəxslər tərəfindən, vəzifəli şəxslər tərəfindən qorunmalıdır və məsuliyyət burada var. Məsuliyyət məsələsi. Ancaq biz görürük bəzən bu məsuliyyətlə yanaşmırlar dilə. Deyirdim ki, bu sahədəki vəziyyətlə bağlı mətbuatda, bizim saytlarda, qəzetlərdə, eləcə də televiziyada bu dilin
normalarının pozulması ilə bağlı Qulu müəllim sizin fikirlərinizi bilək. Və bu qeyd olunan nöqsanlar da uzun illərdir bir qeyd olunur, amma irəliyə doğru, müsbətə doğru bir dəyişiklik yoxdur. Və bu dəyişikliklərə həm də Qulu müəllim eyni zamanda necə nail olmaq, həm də onu yəni sizin fikirlərinizi bilmək istərdik. Əvvəla təşəkkür edirəm dəvətə görə. Çox vacib mövzudur. Hətta ən ali kürsüdən deməli ölkə prezidenti səviyyəsində buna münasibət bildirilibsə, deməli vəziyyət heç də yaxşı deyil. Xüsusilə qalib bir millətin öz dilinə biganəliyi əlbəttə yol verilməzdir. Amma baxın, məşhur bir deyim var. Müharibə elə bir ciddi məsələdir ki, onu generallara etibar edə bilməz. O cümlədən dilidir. Dilçilərə, alimlərə, jurnalistlərə etibar. Dilin ən etibarı qoruyucusu xalqdır. Biz xalqdan aldığımızı ona qaytarmalıyıq. Yəni, bir müddət əvvəl mən çox belə sevinə-sevinə yazmışdım ki, Azərbaycanın dili məhz Azərbaycan dilinə görə uzundur. Amma üstündən biraz keçəndən sonra təəssüf ki, mən öz fikrimi təksib edəsi oldum. Dedim, Azərbaycanın dili artıq məhz Azərbaycan dilinə görə qısa olmağa başlayır. Bunun günahkarı bizik. Dilçilərdir, dilçiliyin üstü, AMİA, jurnalistlər, televiziya, radyo. Bilirsiniz nəyə görə? Bəzən deyirlər ki, sosial şəbəkələr dili korlayır. Bu məsuliyyəti öz üzərinə atmaqdır. Mən redaktor kimi, siz məhz dilçi alim kimi nəyə görə? Mən fəhliyəm, işdən gəlib nəsə yazıram. Mən orada Azərbaycan dilinin normalarını poza bilərəm, doğru işarələrin yeri-yerində istifadə etməyə bilərəm, türk qrammatikasından istifadə edirəm və s. Axı, fəhlənin boş vaxtında hansısa bir yəni ədəbiyyat adamının, yaz adamının boş vaxtında yazdığı status dili xarab eləyə bilməz. Həm də buna görə məsuliyyət daşıyır. Məsuliyyət daşıyan adamlar var. Biz, əlbəttə ilk növbədə dili korlayan Azərbaycan televiziyalarıdır, Azərbaycan mətbuatıdır, aydındır və o cümlədən buna məsul olan başqa şəxslərdir. Elə dilçinin özü ilə bağlı. Mən 20-yə yaxın kitab oxumuşam dilçilərdə. Mən bu şaşırdım söhbət nədən gedir. Əgər dilçinin yazısı oxunmursa, dilçi, yəni mən burada heç kimə dərs vermək falan fikrinə deyirəm, mən reallığı deyirəm. Azərbaycan dili, xüsusilə mən bədii yaradıcılıqla məşğul olduğuma görə deyirəm, cümlələr bir neçə sözdən, komponentdən istifadə olunmalıdır. Bizdə o Rus kalkasından istifadə olunur. Hansı ki, nə bilim, və s. və ilaxır. Yəni, cümlə bitib qutarmır. Hətta çox hörmətli alimlərdən birinin kitabının arxa səhifəsində onun bir spotu var idi. Mən onu bizdə işdə verdim, dedim ki, müftadanı tapın. Yoxdur müftada. Müftadanı tapın da bu uzunluqda cümlədə adamın nəfəsi kəsilir. Belə bir yanıtmaz kimi bir dillə bağlı belə bir ifadə var. Deyir ki, atası oğlunu döyürdü çünki o kevli idi. Burada kevli kimdir? Atadır, oğuldur. Yəni, kimdir burada kevli? Yəni, dillə bağlı artıq məsələ bu belə bir gülünc və gülüş səviyyəsinə gəlib çıxıb. Ona görə ki, başqa dildən elədiyimizdə, ümumiyyətlə biz biraz yelçəkər xalqıq, yəni mühit olaraq. Deyirlər, 9 yığıl. Mən deyirəm, onun hamısı bizdədir. Harada nə varsa, Xəzər yolu ilə, hava ilə, quru ilə bizə gəlib çıxır. Gah Rus dilindən, indi Türk dilindən. Türkçə əlbəttə bizim qardaşımızdır, dostumuzdur, əzimizdir. Biz eyni köydənik. Amma bizim qrammatika başqadır. Bizim deyim tərzimiz başqadır. Bizim ifadə, bizim ən başıcası, bizim poeziyamız tamam ayrıdır. Bizim musiqimiz tamam ayrıdır. Mən o görə düşünürəm ki, vəziyyətin belə olmağa, yəni tək biz desək ki, yaxşıdır, bu belə deyil. Özü də ən doğrusunu mütəxəssis bilər. Azərbaycan dilinin leksikası kifayət qədər boldur, genişdir. Amma baxın, ərəblərin 12 milyondan çox sözü var. Onun 10%-ni istifadə edirlər. Düzdürmü? İstifadə eləmədiyin söz ölü sözdür. Yeymədiyin paltar ölü paltardır, soğuqadır. Biz bu dilin 90 min falan belə 220 mindən özü də bu vaxtaşı ilə dəyişir, bunları qınamaq da olmaz. Çünki hazırda dünyada hegemonluq edən ingilis dilidir. Baxmayaraq ki, mandarin dilində 1 milyarddan
Artıq adam danışır Çində. Amma İngilis dili bütün dünyanın başına götürür. İngilis dili hər ay az qala 4500 əgər statistikaya inansaq yeni sözlər yaranır. Aydındır? Və bu 600 mindən çox onların işlək sözləri var. Bizim çox, məsələn, Türkiyə o boyda ölkədə 20-ci yerdədir və az qala uğur sayırıq bunu. Özümüzün harada olduğumuzu heç demək istəmirəm. Halbuki Azərbaycan dili özünün o ahəng-obasına görə, özünün o şəhdinə görə, şəkərinə görə və poetikliyinə görə dünyada birinci yerə qoyuram və əlim dörəyin üstünə qoyuram. Bizə misal deyə bilərəm. Əzizim baxdı yarım, baxdı taxtı yarım. Üzündə göz yeri var. Sənə kim baxdı? Hər dəfə deyəndə mənim qürurdan, sevincdən dilim çaşır. Üzündə göz yeri var, sənə kim baxdı? Belə bir ifadəni dünyanın heç bir poeziyası, heç bir dili bunu mənimlə gələr deyəməz. Amma bugünkü qəzetlərə baxanda, bugünkü mətbuata baxanda və təkcə qəzetlərlə mətbuatla kifayətlənmir Zahid bəy. Baxın, 2-ci sinifdə oxuyanda mən evdə, evladım, deməli, baxdım ki, riyaziyyatını tapşırıqdır da, yəni mən riyaziyyatı yaxşı oxumuşam, 2-ci sinifdədir, mən onu başa düşmüşəm. Zəng elədim riyaziyyatçı dostuma, dedi, izah elədi, baxdım asan bir şeydir. Amma tapşırıq Azərbaycan dilində olmadığına görə mən başa düşmədim ki, burada nə yazılır? Yəni verilən bayaq müəllim toxundu o cümlədən bu reklam məsələsinə. Heç bir müəssisə redaktora, peşəkar jurnalistə, redaktora 100 manat, 200 manat civarında pul vermək istəmir. Heç biri. Ona görə reklamı oxuyuruq və reklam anti-reklama çevrilir. Mən hələ 20 il bundan qabaq qəzet işləyəndə yazmışdım ki, mən indi bilmişəm ki, Dav sabundur. İşin hər yerinə yazmışlar ki, Dav sabundur. Mən gedib Dav şampunu axtardım. Mənim şampundur. Sən demə, Dav sabundur. Yəni ondan artığıdır demək istəyirlər. Sadəcə tərcümə yerinə düşməmişdir. Qurməm, qeyd edərsiniz ki, bu sosial şəbəkələrdə yazılanlara görə onları biz günahlandıra bilmərik. Amma eyni zamanda qeyd edərsiniz ki, bu mətbuatın dili də çox bərbad vəziyyətdədir. Və bu illərdə bu problemlər qeyd olunur. Yəni bu, deyək ki, hələ, məsələn, 2013-cü ildə dövlət proqramı həyata keçirildi, dilin qorunması ilə bağlı. Ən azı bir 12 il keçib. Və vəziyyətin çox da fərqləndiyini deyə bilmərik. Əksinə, bəlkə də biraz da pisləşib vəziyyət. Nədən başlanmalıdır? Bax, bəlkə elə o dediyiniz məktəblərdən başlamaq lazımdır, dərsliklərdən başlamaq lazımdır. Mətbuatda dilin, deyək ki, dilin normalarına uyğunlaşması üçün hansı addımlar atmalıdır? Bu problemin həlli yolları ilə bağlı bir fikirlərinizi bilmək istəyirəm. Problemin həlli yolları ondan ibarətdir ki, birinci, Qulu müəllim bəzi məsələləri doğrudan da düzgün qeyd edir. Dil milli kimliyimizdir deyirik və ailədən başlamalıdır. Birinci ailədən başlamalıdır. Özdə anadan başlamalıdır. Ana dilimizdən. Yəni bugün gəlin görək. Məsələn, mən özüm ali məktəblərin birində dərs deyirəm. İşgüzar kommunikasiyadan və soruşuram, filan sözün mənasını bilirsiniz, görürəm tələbələr bilmir. Və yaxud soruşuram, bir nağıl sonuncu dəfə nə zaman oxumusunuz? Əksəriyyəti baxıram ki, yox deyir. Yəni oxumurlar. Gənclərimiz mütaliə, bədii mütaliə 0 səviyyəsində demək olar ki. Mütaliə də olmasa insanın nitqi necə inkişaf edə bilər? Söz bazası, söz ehtiyatı mütaliə ilə müəyyənləşir, təsbit olunur. Bugün gənclərimizi biz təşviq eləməliyik birinci bədii mütaliə. Və əgər biz ədəbi dildən danışırıqsa, müəllim də özü də söz xiridarıdır, yəni ədəbiyyat sahəsinin adamıdır. Bilir ki, bizim ədəbi dilimiz məhz bədii dilin əsasında yaranır. Ana dilli ədəbiyyat əsasında yaranır. Sonra digər üslublar formalaşır. Və ədəbi dilimizi təşkil edən bu funksional üslubların bazasında aparıcı, dominant məhz bizim ədəbiyyatımızın dili olub, poeziyamızın dili, ana dili poeziyamızın, sonra ana dilin əsrimizin. Ancaq bugünkü, deyək ki, reallıqda baxanda, xəlqi poeziya. Ərəb dili, fars dili poeziyanın yox, xəlqi poeziya. Və bugünkü mütaliə olmayanda təbii ki, gənclərimiz danışmaqda çətinlik çəkirlər, sözlərin mənasını anlamırlar, semantikalarını bilmirlər. Bu problemlər bundan da qaynaqlanır. Ana dilli, məsələn, verilişlərə
Bəzən televiziya ekranlarında görürük, bəzi kanallarda verilir, amma bu da sonra kəsilir. Ana dilində verilişlər çoxalmalıdır. İstər özəl kanallar olsun, istər dövlət kanalları. Televiziyalarda mütləq ana dilinə 1 saat mı, 2 saat mı vaxt ayrılmalıdır. Ana dili təbliğ olunmalıdır. Yəni bu bizim həssas məsələmiz ona görə ki, milli kimliyimizdir, atributumuzdur, rəmzimizdir. Buna görə bax bütün sahələrdə buna yanaşılmalıdır. Jurnalistika əlbəttə peşəkar bir sahədir. Bu sahədə də müəyyən işlər görülməlidir. Məsələn, bugün gənclər, uşaqlar, tələbələr daha çox test üsulu ilə imtahan verirlər və bu test də bilirik ki, nitqi öldürür. Doğrudur, son bu kollokvium və digər dərslərlə bağlı, balon üsulu ilə bağlı artıq səsli dinləmə mətnlərinə də yer verilir. Bu daha da artırılmalıdır. Yəni, xüsusi qabiliyyət tələb edən bilirik ki, sahələr var. Ancaq gənclərimiz danışmalıdır. Bunlar üçün bizim vaxtımızda, məsələn, Sovet dönəmində bilirik ki, disputlar keçirilirdi, bədii qiraət gecələri keçirilirdi. Məsələn, biz özüm kənd məktəbində oxumuşam və dəfələrlə iştirak edirdik. Nitq açılırdı, nitq inkişaf eləməlidir. Qədim Yunanistanda antik, deyək ki, bu natiqlər necə dillərini inkişaf elətdirdilər, nitqlərini? Məhz bu məşq təmrinlər əsasında. Bədii mütaliə birinci növbədə dilimizin normaları rəsmi səviyyədə də gözlənilmir. Məsələn, təxminən 2-3 il bundan öncə bizim dilçi institutuna Latviyadan bir nəfər Azərbaycan diasporasının nümayəndəsi gəlmişdi, təşrif buyurmuşdu. Və o qeyd elədi ki, məsələn, Latviyada dil polisi mövcuddur və onların çox böyük səlahiyyətləri var. Doğrudur, bəzən biz cərimə anlayışına belə negativ yanaşırıq. Ancaq müəyyən dövlətlərdə səlahiyyətli qurumlar var. Məsələn, Fransada var, Kanadada var, Pribaltik ölkələrində var, Estoniyada, Latviyada, Litvada ki, bunlar birbaşa onların icazəsi olmadan heç bir reklam, afişa verilə bilməz. Yəni, dövlət dili pozula bilməz. Bax, biz də bəzi məsələlərə inzibati cəhətdən, dil polisi yaradılmalıdır. Bəli, inzibati cəhətdən yanaşmalıyıq. Bəlkə də ki, bu təsir mexanizmi olsun. Biz dilə həm də metafora kimi qələm adamları, ədəbiyyat adamları yanaşanda biz onu yola bənzədə bilərik. Biz bir yola çıxanda necə gedib çıxırıq mənzil başına? İndi biz bura gəldik də. Yol hərəkət nişanları. Əlbəttə, o yolu kəsinə addamlamaq olmaz, cəriməsi var. Yolu kəsmək olmaz, yolu dağıtmaq olmaz. Dil də bir yoldursa, mən razıyam. Onun da yol hərəkət qaydaları və cərimələri olmalıdır. Necə yəni? Sən şəhərin ortasında reklam verirsən, Azərbaycan dilini pozursan. Bir də, mən deməli, bu Nobel mükafatçısı var, Yanisari Kawabata, Yaponiyalı. Onun əsərində bir fraz oxudu. Əslində söhbət orada dildən getmir, amma nədənsə bir fraz da orada vardı, bir cümlə. Deyir ki, qəbilələr biri digərindən, mən tərcüməni deyirəm, biri o birindən deyir, sirrini gizləməkdən ötürü fərqli dillər yarandı. Çox maraqlı yanaşmadır. Yəni ki, bir qəbilə o bir qəbilədən deməli öz sirrini qorumaq istəyir. Sonra mən bu günlərdə dostum Əli Baxışın 6/0 kitabını redaktə edəndə ona bir 6/0-dan sonraki əlavə vaxt, extra time adlı bir essay yazmışdım. Orada o fikri gətirdim. Yazdım ki, hasarın üzərində yazırıq ki, məsələn, narahatlığa görə üzr istəyirik, altına ingiliscəsini yazırıq. Bu o deməkdir ki, bizim dil öz başına hasarı o izadlaya bilmir. Aşağıdakı dildən kömək istəyir və sirrini ona açır. Bizim dünyaya çıxmamamızın bir səbəbi də bəlkə elə budur ki, biz tək başına hasarı o izadlaya bilmir. Yəni, əgər bir dil kömək ikinci dil çağırırsa, o artıq birinci dil deyil. Vaxtı ilə bir Sovet vaxtı hər yerdə Azərbaycan dilinin altından, bəzən çox vaxtda üstündən Rus dilində yazılar gördü. İndi bunu İngilis dilini əvəz eləmişik və lazım olmayan yerdə. Məsələn, mən rayona gedirəm rayonda. Yaxşı, tutaq ki, Bakıda turist var. Elə, biz bu rayonlara niyə bunu? Çox maraqlıdır da, bu Azərbaycan dili, bu millətin dilidir. Bu da müstəqil bir ölkədir. Biz bilirsiniz, mən dünən öyrəndim ki, zəfər sözü əslində dırnaq sözündəndir kökü. Yəni, ondan dırnaqla qazanan müzəffər də budur. Biz görünür, müstəqilliyin bir çox atributları var ki, hələ bizim havası var ki, bizim ciyərimiz ona dözmür. Xüsusilə Sovet adamlarının. Necə ki, məsələn, qələbəni biz həll eləmişik, amma hələ həzm eləyə bilmirik. Çünki inanmırıq ki, birdən-birə biz bütün torpaqları almışıq.
Bu bütün bunların hamısının başında əsas aparıcı qüvvə Azərbaycan dili olur. Azərbaycanı bütün bəlalardan çıxaran və müstəqilliyə aparan qüvvə, yəni bu dil olubdur. Bu dil olmasa biz bəlkə də bilirsiniz də dünyada bayaq dedi müəllim 200 ölkənin, yəni BMT 200 ölkə təxminən də var ki, onların dili dövlət dilidir. Biz onlardan biriyik. Bu çox böyük qürurdur. Amma bu dil Azərbaycan müstəqil olmayanda da ona müstəqillik statusu verir. Azərbaycan işğalda olanda da Azərbaycan dili bu millətə müstəqillik statusu verir. İndi Azərbaycan müstəqildir, biz dilimizi işğal edirik. Bu çox biabırçılıqdır. Azərbaycan işğal olanda dil ona müstəqillik statusu vermişdi. Azərbaycan müstəqil olanda biz dilimizi gör necə yanaşırıq. Uşaqlar hamısı Türkiyə türkçəsində danışır. Çox pis. Çünki daha çox cizgi filmlərinə baxırlar uşaqlarımız. Niyə Türkiyə türkçəsində danışsın ki? Türk dili, mən özüm də üzr istəyirəm, türkoloqam. Yəni Türk dili qardaş dildir. Bizim genetik kodlarımız eynidir. Bəli, ortaq bir mənşəyimiz var. Mənəvi, mədəniyyət tariximiz var və s. Amma əlbəttə ki, müstəqil dillərdir. Biz özümüz də iştirak edirik türkoloji konferanslarda. Türkiyədə dəfələrlə Türkiyənin tanınmış dilçi alimləri özləri etiraf ediblər ki, Azərbaycan dili, Azərbaycan türkçəsi daha zəngin bir dildir. Yəni özlərinin etirafıdır. Bəli, müstəqilləşmiş ədəbi dillər səviyyəsində təsbit olunmuş normaları olan müstəqil dillərdir. Kökümüz birdir, təbii. Ancaq hər bir müstəqil ədəbi dil kimi Özbək dili, Qırğız dili, Qazax dili, eyni zamanda Türk dili və Azərbaycan dili. Ona görə də biz digər dilin elementlərini təqlid eləməməliyik. Yəni yersiz gətirməməliyik o dilin ünsürlərini və ancaq müşahidə edirik. Hətta televiziya səviyyəsində ki, yəni digər biz niyə deməliyik? Axı indiyəcən biz digər deməmişik. Falan niyə deməliyik? Artıq bu gənc nəsil görürsən yetişir və bunlar artıq sanki qavrayırlar, algılayırlar ki, bu elə bu şəkildə də deyilməlidir. Yəni ancaq bizim indiyəcən belə olmayıb, ədəbi dilimiz var. Bəs biz hər birimiz bu məsələyə yanaşmalıyıq, həssas yanaşmalıyıq. Zaten biz heç nəyin əleyhinə deyilik. Yəni kompüter icad olunub, kompüter sözü bizə gəlir. Mən bilgisayar yazmıram, kompüter yazıram. Çünki bilgisayar mənim düşüncəmə görə kompüter demək deyil. Çünki kompüterin funksiyası daha çoxdur. O, yəni tək o deyil. Çünki belə söz əşya ilə gəlir. Biz yəni dilləri açıq, gəlsin o sözlər bizə. Bir çoxunda tərcüməsində heç bizim dillə axtarmaq da lazımdır. Dil get-gedə inkişaf eləməlidir, dünyada zənginləşməlidir. Amma necə ki, məsələn, muğamda nəsə eləyəndə bu ustadlar qalxır, deyir ki, sən bunu özünə deyə bilməzsən. Özünə toxunma. Dilin də Azərbaycan dilinin özünə toxunma olur. Məsələn, bir neçə müddət qabaq bilirsiniz ki, hörümçəklə bağlı. Spider. Mən onda status yazdım. Yazdım ki, bu sizin atanızın dili deyil. Siz buna toxuna bilməyin. Heç ananızın da dili deyil. Hörmək sözündən. Bəlkə də Azərbaycanda ən uyğun, yəni məhz Azərbaycan dilində, türkçəsində olan sözlər, yəni siyahıya baxsaq, hörümçək onlardan biridir. Ən uyğunu, bu spider demək nəyə görə? Çünki deyir, arqument gətirirlər ki, kənardandır. Yox, oğlum hələ. Məsələnin bir maraqlı tərəfinə istəyirəm toxunaq. Biz, yəni Sovet dövründə deyirik ki, ədəbi dil normaldır, gözəl idi. Məsələn, indi bugün biz televiziyaya baxanda çoxu dialektlə danışır, hansısa bir bölgənin ləhcəsi ilə danışır. Amma o Sovet dövründə dilə təhdidlər, hücumlar bu qədər deyildi. Texnoloji inkişaf, dinamika, cəmiyyətdəki bu hücumları, bu təhdidləri deyək ki, gücləndirib. Amma məsələn bizdə deyək ki, orfoqrafiya lüğəti 5 ildən bir yenilənir də. Deyək ki, jurnalist hər hansı bir oxuduğu bir texnika ilə bağlı, bir istənilən bir kompüterlə bağlı, robotla bağlı, pualarla bağlı bir termini istifadə eləmək istəyir. Amma bu özü də bunun təcrübəsini bilmir. Yəni bu bizim orfoqrafiyamızda olmalıdır. Bu baxımdan məsələn mən bilmək istədim ki, niyə bu 2020-ci ildə nəşr olundu Dilçilik İnstitutu tərəfindən və ciddi tənqid olundu. Hətta bildirildi ki, bu yenidən yaxın illərdə yenidən nəşr olunacaq, amma yəni 4 il keçib. Bu niyə yubanır məsələn bu məsələ? Deyək ki, o dilin
inkişafını, o canlı orqanizmdə hər gün yenilənir və deyək ki, bizim o bazamız, qanunvericilik bazamızda onun sürəti ilə ayaqlaşmalıdır. Bu məsələdə deyək ki, biz indi tənqid edirik cəmiyyətdə, televiziyalarda. Bu Dilçilik İnstitutunun bu məsələ ilə bağlı. Müəllim, çox düzgün qeyd edirsiniz. Ancaq mən hörmətli Qulu müəllimin bir fikrinə münasibət bildirim öncə. Deməli, o spider hörümçək məsələsi, bu orfoqrafiya lüğətində hörümçək sözü var. Yəni ki, o hörümçək kimlər varsa aydındır. O bir texniki səhv olmuşdu. Yəni dilçilər heç də o qədər zəif deyirlər ki, o hörümçək sözünün spider. Bunu sanki bəzi insanlar üzr istəyirəm şoya çevirdilər və dilçi institutuna təhdid, hücum və s. bu məqsədlə. Yəni hörümçək sözü dilimizdə var. Məntiqlə də yanaşsaq, hər hansı bir lüğətə bu söz düşmürsə, bu demək deyil ki, o dilimizdə o söz yoxdur. Və hörümçək kimlər? O spider sözü bir idman maşınının adı kimi ora düşmüşdü. Yəni texniki termin kimi. Və bu həqiqətən texnologiyada işləndilir. Hörümçək sözünü əvəzləyən bir söz deyildi. İkinci, sosial şəbəkələrdə bəzən yazırlar ki, nə bilim, geyçim, bəzi ipəzor güya sözlərini dilçi institutu. Bu da yenə Facebook səhifəsində kiminsə bir yazdığı sözlər idi. Bunu da bir ajiotaja döndərdilər və yəni güya ki, bunu dilçilər icad edib bu sözləri. Əsla belə deyil. Mən indi sizin televiziya ekranlarının imkanlarını istifadə edib bunu dəfələrlə demişik, yenə də deyirəm. Qaldı ki, orfoqrafiya lüğətinə bəli, dövlət dili haqqında qanunun müvafiq maddəsinə uyğun olaraq orfoqrafiya lüğəti 5 ildən bir yenilənməlidir. Yəni bu qanunumuzda təsbit olunmuş bir müddəadır və orfoqrafiya lüğəti doğru qeyd edirsiniz ki, dildə olan inkişafı göstərməlidir. Ancaq orfoqrafiya lüğəti təbii ki, ədəbi dil sözlərini əsasən ehtiva eləyir, ümumşülək sözləri daha çox. Ancaq sırf müəyyən sahələrlə bağlı terminlər var. Təbii ki, bunun üstündə terminoloji lüğətlər var. Yəni dildə olan bütün sözləri orfoqrafiya lüğətinə sığışdırmaq təbii ki, qeyri-mümkündür. Məsələn, sonuncu bizim Azərbaycan dilinin dialektoloji lüğəti var. Orada 28 min dialekt sözü ehtiva olunub, öz əksini tapıb və eyni zamanda bizim dilçi institutuna terminologiya, yəni şöbəsi var və həmin şöbədə müxtəlif terminoloji lüğətlər nəşr edilir və ona rəylər verilir. Yəni orfoqrafiya lüğəti ümumiyyətlə dilimizin inkişafını özündə inkikas etdirir. Təbii ki, müəyyən yəni iş olan yerdə qeydlər də olur, iradlar da olur, tənqidlər də olur. Biz də təbii ki, olan bütün hamısını ümumi analiz edirik, təhlil edirik və reaksiya veririk və qiymətləndiririk. O qeydləri də nəzərə alırıq. Tamam, hal-hazırda orfoqrafiya lüğəti yoxdur. Nə təhsil nəşriyyatında var bizim çıxdığımız, nə yazıçılar birinin stolunun üstündə. Deməli, biz soruşuruq Xalq qəzetindən, Azərtacdan ki, filan sözü siz necə yazırsınız? Bu gülməli bir şeydir. Çünki mən vururam, elə söz var ki, mətbuatda, 3 hörmət elədiyi mətbuatda 3 cür gedir. Onlar özünə görə haqlıdır. Bəzi deyir ki, biz Sovet vaxtından belə yazırıq. Yox. Bu belə ola bilməz. İndi daha çox biz bilirik ki, PDF variantdan istifadə edirik. Məncə o kitab çıxmalıdır, bütün mətbuatlarında çıxacaq, təzə variantda masasında olmalıdır. Hər bir insanın masaüstü kitabı olmalıdır. Biz o hiss sözündən birini çıxarmışdınız, yadınızdadırsa. Hiss. Hiss? Bəli, biri çıxmışdı. Mən o vaxt yazı yazdım. Yazdım ki, qardaş, mən 2 cür hiss edirəm. Biri üstün təpəmdən çıxır. Hiss edirəm də, yanıb tökülürəm. Yox, o ocağın hissi aydındır. Bir də hiss edirəm. Hiss sözü duyğu mənasında. Sığını saxlayacağım. Və mən jurnalda hisslər sözündə dedim ki, qalsın da. Çünki bu yəni niyə çıxsın? Tək o söz deyil, məsələn, stres sözü də var, şosse sözündə var. Bir çox sözlərdən var ki, biraz məna dəyişir, biraz başqa məna verən bir söz yaranır. Amma əgər qanundursa bu, qanundursa, bax, keçən dəfə nəqarət sözündə işdə balaca bir bizim uşaqlara diyalogumuz oldu. Hətta polemika, hətta biraz tartışma, nə bilim, az qala nəqarət sözü necə yazılır? Çünki Nəqarət yoxsa nəqarət? nəqər at. Belə bir dovşan sözü ilə də bağlı, belə bir polemikalar getdi uzun. Əgər bu sizdə belə qəbul olunubsa, bu artıq konstitusiyadır. Biz o cür yazmalıyıq. Amma yəni ortada bu deməli kitab olmadığına görə orfoqrafiya son variant. Birini buraxdılar, onu da siz dediniz ki, bu rəsmi deyil.
tərcümə mərkəzi birini buraxmış. Bəli, Demək ki, bu- tərcümə Bax, mərkəzi. elə Ona söhbət görə ondan sonra gedir. ikisi Qurban məşğul. üzr istəyirəm. Bax bu qərarların qəbulu məsələsi deyək ki, bu islahatların, iki samitlərin ixtisar olunması və buna bənzər digər dəyişikliklər. DC institutu bu qərarları necə qəbul edir? Ümumiyyətlə bu necə qəbul olunmalıdır? Bəlkə bu Kollegial ictimai qəbul. Kollegiya biz Kollegial sonuncu qəbul. onu deyim ki, orfoqrafiya lüğətini nəşr edəndə çox geniş bir arenaya onu çıxartdıq. Hətta saytımıza da qoyduq. Hətta tanınmış dilçilərlə, alimlərlə bunu müzakirə də elədik. Yəni açıq biz müzakirəyə buraxmışdıq. Yəni öz-özümüzə tək onu bu qərar qəbul eləmirik. Amma bu bəzən bu Fikirləri tənqidlərdən nəzərə də çəkinmək elə bil ki, yenidən bu necə deyirlər, dilçilik institutun bir qapalı bir quruma çevirir. Yox, qətiyyən. Və bu əslində mənə elə gəlir ki, bu müzakirələr daha çox olsa, bu həm Bəli, dilin bəli. inkişafına, həm də yəni Bir vaxtı bu Sərsə bu Çalan problemin həllinə. bunların bilmirəm, yadınızdadır, rast gəlib Sərsə Çalan. O qırğının bir növüdür. Bəli. Və nədənsə onu Sərsə Çalan. Mən onda bir ATV-də bir proqramda oldu, Azad Şükürov Səyalı xanım məni dəvət eləmişdi. Mən dedim ki, bu təbiətlə bağlı adlar var. Yəni bu şartları ilə. Onu gedib Meşəbəydən, Kəndçidən Tamamilə soruşmaq doğru. lazımdır. Aydındır. Yəni Bəli. akademiyada oturub 4-cü, 5-ci mərtəbədə kabinetdə ad düzəldə bilməzsən. Məsələn, sağlamlaşmanın neçə adı var? Bilirsiniz. Onlardan biri yallatdır. İşləmir ki. Amma yallat var. Salam verə ya Allah, Allahın adı. Allah. Yallah. Yallah söz. Gəl bir Yallah. böyüklə yallahlaş. Mən bunu görmüşəm. Və ümumiyyətlə xalq çox şey bilir. Sadəcə biz onu sənədləşdirməliyik. Məsələn, burada böyük bir bina ola bilər, amma sənəd olmaya bilər. O demək deyil ki, o bina yoxdur. Yaxud adamın şəxsiyyət vəsiqəsi olmayanda bəyəm onun şəxsiyyəti və yaxud da ki, varlığı yoxdur. Dilçinin üstü onları qeydə almalıdır ki, bax bu sözlər var. Təxminən bir 15 il qabaq mən Əhməd Oğuzdan xahiş elədim. O deməli bulaq verilişinin aparıcılarından biri idi. Rəhmətə getdi cavan bizim dostumuz. Həm də biz ondan radioda işləyəndə qonşu redaksiyalarda çalışmışdıq. Dedim ki, Mövlud Süleymanın yerini ki, vaxtı yoxdur, eləməz. Bu yaddan çıxan sözləri, bulaqda istifadə olunan sözləri yığ gətir, qanarana biz onu çap edəyik. Elin yaddaşı, dilin yaddaşı, böyle oxuyla. 2 nömrə elədi, o da biraz tənbəl idi. Əhməd Oğuz. Yəni, elə çapa falana meyilli deyil idi. Çox istedadlı bir adamdır. 2 nömrəni gətirdi. Mən başa düşdüm ki, mən bu dili bilmirəm. Azərbaycan diliyim mən. Başa düşdüm ki, mən bu dili bilmirəm. Bunun imkanları nə qədər genişdir. Və dili biz irəli apardıqca geri dartırıq. Biz biraz geri qaydanda dili irəli aparmış oluruq. Çünki bunun kökü çox dərindədir. Aydındır, biz bunun görünən yerlərinə baxırıq. Deyirik ki, hətta məsələn, o ötən mövsüm yazda proqramların birində mənə sual verirlər ki, deyirlər, Azərbaycan dili nələrsə ifadə eləməyə bəhs eləmir. Mən dedim ki, o adamlar Azərbaycan dilini bilmirlər. Və indi bu tendensiya çox böyük. Güya bu dildə yazmaq, elmi məqalə yazmaq, nə bilim, yazı yazmaq, ümumiyyətlə bu dilin o imkanları yoxdur. Hal-hazırda bilirsiniz ki, Səhiyyə Nazirinin yaxşı bir, indiyə qədər görmədiyi yaxşı bir iş görür. Həm işləyənlər, həm işləməyənlər üçün gedib palinkadan kağız alıb, sığorta ilə gedib müalicə ola bilərlər. Və onlar həm də gedib qanlarını verə bilərlər, qan analizləri verə bilərlər. Qan analizləri versələr, məlum olar ki, bu dilin, bildiniz nəyə deyir, nə qədər imkanlar var. Yəni, bunların problem dildə deyil. Problem dildən istifadə edənlərdədir. Dil daşıyıcısından. Dil daşıyıcısından. Bəzən məqsədli şey, mən bilmirəm, bəziləri bunu bilmərək bu dili aşağılayır. Çox pisdir. Hətta Amma bəziləri də aydın məsələdir ki, qəsdən, güya ki, bu dildə filosof olmaz, bu dildə yazıcı olmaz, bu dildə şair, fizika olmaz, niyə olmur ki? yəni dilin özündə bir sürətlə arxaikləşmə prosesi gedir. Doğma sözlərimiz ölür, sıradan çıxır, işlədilmir. Bu məsələ var. Biz qanunvericilik məsələsi ilə danışdıq, eyni zamanda... Yox, indi biz kolxoz sözünü istifadə eləmirik, düzdür. Amma kolxoz sıradan çıxıb da,
Savxoz sıradan çıxıb, partkom sıradan çıxıb, Sovetov sıradan çıxıb. Amma digər sözlər də var ki, Sovetizm onlar deyirdik. Sovetizm. deyək ki, digər söz ya ümumiyyətlə işlədilmədiyinə görə, tam işlədilmədiyinə görə unudulur. Sadəcə olaraq hansısa bir kolxozun ləğv olunmasına görə yox. Ya onun xarici bir qarşılığı çıxır. Məsələn, zaten sözün biz çox işlədirik. Bu dilimizdən türkçə gəlib. Amma bunun onsuz da bizim öz sözümüzdür də. Biz onu daha az işlədikcə bu arxaikləşir sanki. Mən indi bunu bəlkə də bir çobud misaldır, daha uyğun bir Doğru. misal Məsələn, gətirmək. tamam sözü də çox işlədirik. Hə, Okey sözünü də çox Mən işlədirik. tamam sözü, tamam sözü. yaxud öncə sözü məsələn bizdə bir hətta deyirlər ilk öncə bu Olsun, ilk öncə əslində bunu təhrifdir, işlətmişik. 2 dəfə gedir. Tamamilə Valla doğru. qabaq deyirlər binaya qədimlə. Amma indi Mən nə demək istədim? İlk öncə. Yəni biz dedik ki, bu məsələlər hamısı həm də eyni zamanda qanunverici ilə tənzimlənir. Bax bizim dil haqqında qanunda, digər deyək ki, məcəllələrdə bax bu küçə reklamlarının deyək ki, dilin normalarına cavab verməsinə bağlı hər hansı cəzalar nəzərdə tutulubmu və varsa və bu deyək ki, qanunlar niyə işlək deyil? reklam haqqında qanunda da təsbit olunub. 4.7-ci maddəsində, dövlət dili haqqında qanunda da müvafiq maddəsində var. Dövlət dili haqqında qanun 3 fəsildən və 20 maddədən ibarətdir. 2002-ci il 30 sentyabr tarixində həmin qanun qəbul olunub. Mükəmməl bir qanundur. Ancaq həmin qanuna riayət olunmur təəssüf ki. Bəli, reklam haqqında deyirsə, reklam haqqında qanunda yazılır ki, hər bir reklam, afişa ilk növbədə Azərbaycan dilində, yəni dövlət dilində olmalıdır. Və əcnəbi, yəni dildə də yazıla bilər reklam və afişa. Ola bilər, icazə verilir. Sadəcə həmin o əcnəbi dildə olan sahə dövlət dilində olan sahədən çox olmamalıdır və dövlət dilindən sonra yazılmalıdır. Ancaq gəlin Bakımızın küçələrinə baxaq, görək bu mənzərə nə göstərir? Yəni ona əməl olunurmu? Xeyr, bəzən baxaraq ingilis dilində, rus dilində, türk dilində. Azərbaycan dilində olan biabırçılıq ingilis dilində olandan daha pisdir. Niyə? Məsələn, tutaq ki, Kafe Bakı ingilis dilində deməli yazanda bilirsən ki, bu ingiliscə yazılır. Amma Kafe Bakı nə deməkdir? Bakı kafesi söz olar da. O görünür rus dilinin kalkasıdır. Baxın, Rus hər dilinin tərəfdə, elementləri var da. məsələn, restoran rahatlıq. Bəli. Qardaş, rahatlıq restoran olar da. Eləcə də elə kifayət qədər indi qələm yoldaşlarımızı burada söyləmək istəyirəm. Elə fəhlələr yox, iş adamlarının arasında da deyək ki, ali təhsili olmayan, dilin qaydalarını bilməyən insanlar var və onlar açır. Amma nəzarətsizlik üzündən deyək ki, onu dilin qoruyucu deyək ki, orqanlar, müvafiq orqanlar nəzarətsizlik üzündən o gedir. Əslində ondan tələb olunsa, o dilin qaydalarına uyğun qoya bilər. Və bu baxımdan dilçilik institutu bu məsələlər nədədir də? Məsələn, tutaq ki, reklamçılıqla, bu şəhərin hər halda deyək ki, bir yiyəsi var da, bu reklamlar heç kim öz başına gedib asılır ki, bunu tənzimləyən qurumlar var. Bu qurumlar arasında koordinasiya niyə yoxdur? Özü məsələn, bizim Toponomiya komissiyası həm Elmlər Akademiyasında var, həm Dilçilik İnstitutunda var, həm Terminologiya komissiyası. Yəni, oxşar funksiyalı müxtəlif strukturlarda qurumlar var. Dillə bağlı bir 5-6 qurum var. Nazirlər Kabinetinin ASTV-dədir, Sevinc Əliyeva. Bir sözün düzü, bir qısa bir vaxt ayırıqlarından. Sözün düzü orada aparır. Məsələn, mən hər dəfə sevə-sevə, rast gələndə sevə-sevə baxıram və sevinirəm ki, belə bir proqram var və çıxıb orada Sevinç xanım deyir. Yəni, bu proqramda başqaları da dilçiliklə bağlı silsilə şəkildə olmalıdır. Birisi necə, səhər durub görməlilər baba müəllimi, günorta Nadir müəllimi, axşam Sevinç xanıma. Bu cür proqramların sayı çox olmalıdır. Bu, ümumiyyətlə tamaşaçı belədir ki, nəyə çox görürsə, ona meyillir. Biz şəhərin hər yerində kitab şəkli azsaq, adamlar gelib kitab alacaq. Biz mobil telefonu hər yerə vurmuşuq. Adam nə eləməlidir? Telefon almalıdır. Bəli, təbliğat. Yəni, təbliğatın özündə bizim tutaq ki, düşək dilçiliyin üstünə, elə. Gör, bu biri institutların boyunda düşmür o yük. Gör, ədəbiyyat institutu, fizika institutu, kimya institutu, bəyəm elə dil, elə ədəbi dildən ibarətdir. Bizim texniki ədəbiyyat nə gündədir? Hələ ən yaxşısı elə bizim bu bədii ədəbiyyat. Dərsliyi bayaq dedim də, ikinci sinif uşağını mən məsələn başa düşmədim ki, çox bərbad gündədir. O, oradan söhbət nədən gedir? Yəni, bütün institutlar, hamısı burada çalışmalıdır.
hər kəs çalışmalı, hamımız. O dili qorumaq istəyiriksə, bir də əlbəttə biz indi tutaq ki, o şəhərin özünə turistlər gələndə, hətta olubdur, mən, yəni, Ukraynadan Yəhudi gəlib, dedi ki, baxdı Targovda, gəzməli yerlərə, Muğam mərkəzinə və s. aparanda, orada baxdı, öz təzvin bilirlər, iradən yox, mədən adamdır, təzvin bilirlər, dedi ki, sizdə bunlar deyir, sizin sözləri oxşamır, dedim, yox, dedi ki, bu qədər sözləri niyə yazmışsınız, şəhərimiz, niyə? Niyə bilinməliyim, deyil ki, bu bizimdir bu, Azərbaycanın paytaxtıdır, burada sözlər niyə başqa dildə olsun ki, niyə? Dövlət reklam agentliyi var, Bakı şəhər İcra Hakimiyyəti var. Birbaşa bunlar məhsuldurlar ki, bəs yəni nəzarət bu qurumlar arasında İnan bunları çağırsa deyəcəklər ki, dilçi institutu. Və indi bilmək istədim ki, Nəsimazla Dilçi İnstitutu elmi tədqiqat müəssisəsidir. Elmlər Akademiyası. Biz çalışacağıq növbəti verilişlərdə digər çağıraq və hər kəsin burada bir məsuliyyəti, bir insan var. Bu baxımdan mən bilmək istədim ki, indi bugün Dilçilik İnstitutunun nümayəndəsi buradadır. Dilçi İnstitutu elmi tədqiqat müəssisəsidir. Yəni dillə bağlı dövlətin qanunları ilə təbii ki, müəyyən biz tövsiyələr də veririk, müəyyən dövlət qurumları ilə koordinasiyalı şəkildə. Məsələn, biz uzun müddət monitorinq şöbəsi fəaliyyət göstərirdi. Sonra bilirik ki, monitorinq mərkəzi yaradıldı. Daha sonra hal-hazırda Dilçi İnstitutunda monitorinq və lingvistik təhlil şöbəsi fəaliyyət göstərir. Bunlar dəfələrlə, demək, bu müəyyən Bakının hətta müəyyən şəhər, deyək ki, rayonları üzrə monitorinqlər apardılar, hesabatlarını dərc elədilər, müvafiq dövlət qurumlarına cavabdeh olan şəxsləri dəvət elədilər həmin tədbirlərə. Yəni biz tövsiyə veririk. Biz inzibati bir mexanizm yoxdur ki, biz orada bir tədbir görək. Biz ancaq tövsiyələrimizi bildiririk, təbliğatımızı aparırıq. Bizdən, hətta o bəzi ziyaretçilər də dedilər ki, biz gedib qatılacağıq falan ki, görək biz neçə balayırıq. Sonra dedilər ki, yox, bu yumuşaq bir şeydir, yəni ki, elə belə bir sınaqdır. Görək kim dildə nə qədər şey bilir. Bunu deyən adamlar, imtahan bülletenlər hazırlayırlar. Hər düzdür mənzil. O uşağın çoxu oradan kəsilir, aşağı qoyulur. Uşaq sabah uşaqdır. Sual elə tərtib olunur ki, o uşaq bilmir ki, söhbət nədən gedir. Bayaq dedim, ata oğlun döyürdü, çünki o keyflidir. Tapın görüm, burada, yəni bu gülməli bir şeydir də. Cümləni elə qururlar ki, bu imtahanlarda uşaq başa düşmür ki, nəyə cavab verməlidir. Aydındır. İndi Bakı şəhər İcra Hakimiyyətini çağırsaz, deyəcək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu bu işlərə məsul olardı, boynuna götürməyəcək. Yaxud bir departamentin üstünə qoyacaq. Bizdə hər qələbəni biz hamımız bir yerdə əldə edirik. Xarakteri etibarilə. Bir yaxşı olanda hamımız ona sahib. İndi bir dili tərifləsək, Bakı hakimiyyət deyəcək ki, biz gecə gündüz çalışırıq da bu dilini saxlaşmaq üçün. İndi tənqid gedirsə, heç kim onu boynuna götürməyəcək. Nə yazıçılar birliyi, nə sizin bu Bakupunuz, nə bunlar. Çünki burada tənqid var axı, burada negatifliyi var axı. Düzdürmü? Amma bu bizim hamımızındır. Biz bir-birimizlə belə paslaşır. Koordinasiyalı şəkildə hamımızındır. Yəni kim bu dili sevirsə, bəli, mən əlimi ürəyin üstünə qoyub deyirəm ki, günahkar. Çünki bu dil olmasa, mən yaza bilməzdim. Düzdür, mən boşduyam da. Mən bu dili yaratmamışam. Bu dil məni yarattı. Mən buna borçlu olduğuma görə nə negativ varsa, nə çatışmazlıq varsa, dilin gözün harda bulandırırıqsa, harda çiləkənliyirsə, hamımız əyilib o zir-zibili oradan təmizləməliyik. Və üstümüzə, başımıza baxmadan, ay qalstuklu yox, ay əynimiz batar, elə yox. Dizimi qoymalıyıq yerə və qolumuzu çırmalamadan eləcə onu təmizləməliyik ki, bu dil öz axarı ilə axıb getsin. Bax, dialektlər, baxın, hərəsi bir arx eləmir. Azərbaycan dili ona görə gözəldir ki, buradan ən müxtəlif dialektlər var. Şəki dialekti, Şirvan dialekti, Qarabağ dialekti, Bakı şeibəsi. Görün, bunun hamısı axır gəlir, axırda.
o kür araz tökülən kimi. Dənizə töküldü. Gəlib dənizə vahid dil yaradır. Onun da başında durublar. Onu təmizləməyə çalışır. Amma biz əgər bütün kanalizasiyaları o şeyə hövzəyə yönəltsə, bunlar bir ucdan təmizləsin. Bir ucdan nəticə nə olacaq? Olmayacaq yəni. Hər bir vətəndaşımız belə, hər bir dövlət qurumu da məsuliyyət daşımalıdır bu məsələdə. Heç bir deməli, heç bir dövlət qurumunda, xüsusilə özəl qurumlarda böyük burada şirkətlər var. Orada Azərbaycan dili mütəxəssisliyə ehtiyac yoxdur. Hamı ya ingilis dilidir, ya da ingilis dilidir. Halbuki olmalıdır. İndi Çin dili. Halbuki olmalıdır. Mən aldığım informasiya görə Bakı şəhər icra hakimiyyətində əvvəllər hətta dilçi kadrlar olub. Bəli. Yəni ayrıca bir dilçi kadr ixtisası olub orada. Amma sonradan ləğv edirlər təəssüf ki. Bizdə də indi mətbuatda korrektor ştatını hamı ləğv edir ki. O çox düzgündür. Yazan özü, qardaş bu korrektor ayrıca bir şeydir. Sən öz yazında səhvini görmürsən. Çünki o sən onu beynində düzgün yazırsan. Çox onu hər səhvi düzəldən kim baxır? Amma əslində o bütün dil normalarını o yazılar. O dil normalarını qoruyan mütəxəssis də heç yanda yoxdur. Yəni baxın, ən böyük saraylarımızda gedən konsertlərin afişalarına baxın. Şəhərin hər yerinə vurur və səhv vurur. Üzr şadlıq saraylarının adları. Hətta mən bir dəfə ATV kanalına müsahibə vermişdim. Hətta manşedə çıxartmışdılar. Palas sözü bürüyüb gedir cəmiyyətimizi və hətta nəinki Bakımızda, paytaxtımızda, hətta rayonlarımızda. Hətta bu yaxınlarda mən yaşadığım 6-cı mikrorayonda zirvə bir şadlıq sarayı var. Onun adını görürəm dəyişiblər, qoyublar Leona şadlıq evi. Yəni Yunan mifologiyasının adları bu şadlıq saraylarının adını bürüyüb və Leyla və Məcnun qoyurlar. Burada da məst bədbəxt olublar. Yəni bu Leyla və Məcnun şanlıq sarayı var. Yaxud dünən elə sizin o mikrorayondan mən gəlirdim, 6-cı mikrorayondan. Oradan tədbirdən gəlirdim. Yanımda iş yoldaşım Talih Mansur. Deyirəm ona bax, yazılıb bağır quş əti. Ay, insan özünə hörmət eləyər. Qardaş, sən indi necə bağır quş əti? Sahibinə xoş gəlsin deyə götür bu. Bağır adında quş yoxdur. Dildə dəvə qaçsın. Qaçmaq olmaz. Yəni bu yerli yersiz bu gəlmə əcnəbi adları qoymağa nə mənası var? Sanki sahibkarlar bu adları qoymanı brendə çevirməkmi istəyirlər, yoxsa yəni müştəri cəlb eləmək istəmirlər, anlamaq olmur yəni. Bu cür münasibət, ögey münasibət təbii ki gəlir sonunda dilimizin korluğuna, ədəbi dilimizi korlayır. Dili yaxşı ki indi bu elat, cəmaat yaşadır. Onlar yəni yerlərdə dil çox safdır. Qazağın kəndində, Pirəbədədə, Qubada, Xaçmazda, Qarabağda, Şirvanda, xalq danışıq. Elə Bakının kəndlərində, bax bu kəndlər. Bu elə ki gəlir adamla bir elə yığılır. Nədənsə adamlara elə gəlir ki, özlərindən bir dil uydururlar. Dünən yarısı Rusçuydu, indi yarısı Türkçə, yarısı İngiliscə. Hətta bəziləri Fransada da əl atır. Bu gülməli bir, bilmirəm nəyə görə insanlar özləri olmaqdan, bu dilin daşçısı olmaqdan elə utanırıq. Halbuki dil bizə görə utanmalıdır ki, onun bizim kimi istifadəsi var. Doğrudur, dili təcrid eləmək olmaz. Dil elə bir sistemdir ki, o yəni izolyasiya oluna bilər, təcrid oluna bilməz. Ancaq biz, müəllim düz deyir və baxmalıyıq ki, bu söz dilə uyğundur. Dilimizin orfoepiyasına, fonotaktikasına, ahənginə, ritminə. Təbii ki, hər gəlmə sözü biz kör-körana qəbul etməməliyik. Bir şey də mən problem edeyim. Bu təhsil dilə aid deyil. Ümumiyyətlə bizdə belə bir tendensiya var, belə bir meyil var. Çox son vaxtları yaranmış bir şeydir. Qabaq belə deyildi. Heç bir sahə haqqında mütəxəssis dəvət eləmir. Doğru. Mən mütəxəssis deyiləm, mən kişiyə qulaq asmağa gəlmişəm. Həm də öz mətbuatın problemlərini, öz dərdimi, yaradıcılıq problemini bölüşməyə gəlmişəm. Amma söz onuncudur. Mən bir tartışalan olanda zəng vuran Möhrət Müslümova deyirəm, deyir yox, səhvcan. Baxmayaraq mənim ürəyim gedir onu tartışalamalı. Amma bilirəm ki, Möhrət Müslümov biləcək ki, bu düz ifadə yoxsa yox. Bizdə hər şey şünaslar çoxalır. Efir qəhrəmanları çoxalır. Onlar dil haqqında danışır. Hamı ekspert olur, müxtəlif Azərbaycan dilinin bilmir ki, neçə sözü var, onun hansı iş.
Amma çıxıb danışır, adamlar da onu alqışlayır. Onlar sabahları bizim Şuşa fəthindən danışır. Qardaş, sən ömründə əyninə hərbi forma geyməmisən. Əskəri olmamısan. Şuşanın fəth edən oğlan Yaşar Hüseynov. İndi deməli, Xəyal Rızanın çəkdiyi, Məmməd Safanın oynadığı bizim xalq artisti, görkəmli sənətkarı. Allah'a salam, qısa metrajlı bir filmin təqdimatını Zəfər günün çərçivəsində Zeynə xanım onun təqdimatını keçirdi. Orada küncdə oturan oğlan Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynovdur. Və sonra biz ümumi şəkil çəkdirəndə dedim ki, məni də çağırdılar onlarla bir yerdə. Yaşar'a dedim ki, vətən üçün nələr eləmədik. Kimiz öldük, kimiz şəkil çəkdik. O da güldü. Dedi, yox, sizə sahib. Amma orada adamlar danışır bəzən tədbirlərdə ki, bu tədbirdə yox, məsələn, Şuşanı belə almaq lazımdır falan. Hərdən fikirləşirəm ki, orada hansısa bir əskər oturur. O fikirləşir ki, bunun önündə danışır. İndi bizim dil haqqında da, bəzən elə adamlar danışır ki, yaxud mətbuat ekspertləri çıxıb və s. Dil çox təhlükəli şeydir. Onu, yəni, diletanta vermək olmaz. Baxmayaraq, diletant sözü də dil sözü ilə başlayır, amma qətiyyən buraxmaq. Bu adamlara imkan vermir. Çox üstlərinə gedəndə ki, niyə bunu eləmirlər, onu eləmirlər və s. Bu, bilirsiniz, məncə eləmək lazım, çalışmaq lazımdır ki, bir-birimizə kömək edib. Dilçilikdə mənim umduğum orfoqrafiya lüğətidir və buradan səslənən həmkarlarıma hər bir redaksiya alıb, ən azı bir ədəd masanın üzərinə qoymalıdır. Ən azı baş redaktorun otağında olmalıdır ki, içi gəlib soruşsun ki, filan söz necə yazılır? Doğru. Mən ötən dəfə nəqarət sözündən ötürü Sevinç xanıma müraciət edirəm. Dedim, üç cür yazılıb, üçü də ciddi mətbuat. O sonuncu variantı dedi, mən onu elə düzəltdim. Amma hər dəfə mən indi müəllimə, sizə, başqa nadir müəllimə, zəng vurməsi soruşmaq olmur axı. Kitab olmalıdır, baha qiymətli olsun. Yəni 50 manatdan aşağı olmalı deyil o kitab. Hətta onun elektron bir versiyası yükləmək var. Elektron versiyası 2001-ci ildəki var, amma indi bu yeni hələ nəşr olunmayıb ona görə. Yeni məncə onun nəşri niyə yubanır qısaca olaraq? Yox, yubanmır. Sadəcə 5 il vaxt qoyulub və çalışırıq ki, yəqin ki 2026-cı ildə nəşr olunur. Bəli, ayrıca bir heyət ayrılıb. Aydındır. Bəli, indi biz yəni bir çox məsələlərə toxunduq. Toxunmadığımız məsələlər də oldu. Bu elə bir sahədir ki, yəni saatlarla müzakirə edib bu problem müxtəlif aspektlərinə toxunmaq olar. Amma hər halda bu ümumi bir fikir, hamımızın fikri bir nöqtədə kəsişir ki, bu dili qorumaq hər birimizin borcudur. Hər bir özümüzü qorumaq deməkdir. Bəli. Biz dili qorumaq 50 milyon insanın milli bütövlüyünü qorumaq, yəni onun mənəvi sərvətini qorumaqdır. Və ümid edək ki, belə müzakirələr də davamlı olacaq və bu ümumi bir işə töhfə verəcək. Çox sağ olun, gəldiniz. Təşəkkür edirəm sizə. Sağ olun. Sağ olun.